Kompüterinizi ustaya aparmadan özünüz evdə format etmək və ya yeni əməliyyat sistemi yükləmək istəyirsinizsə, bu videomuzu diqqətlicə izləyin. Bəli, kompüteri biz format etməzdən öncə ilkin olaraq format üçün bir ədəd flash kart hazırlamalıyıq. Bu flash kartın daxilində bizim kompüterə yükləyəcəyimiz Windows var. Bunu düzgün şəkildə konfiqurasiya edib yükləmək lazımdır. Gəlin elə mərhələli şəkildə mən bunu göstərim sizə. Bəli, ilk öncə Google Chrome-a daxil olub Rufus adlı bu proqramı yükləməlisiniz. Gəlin elə buradan sıra ilə mərhələli şəkildə yükləyək. Bəli, Google axtarışa Rufus download və yaxud da Rufus yüklə yazırsınız. Avtomatik olaraq özünün saytı gələcək. İlk çıxan sayt həmişə özünün olur. Bu formada daxil olacaqsınız. Gördüyünüz kimi burada rahat bir şəkildə qurulum qaydalarını falan da göstərir. Biraz aşağı düşəcəksiniz. Baxın, indir yazır. Bu bölümün altında bizə lazım olan göstəricilər var. Misal üçün baxın, burada deyir ki, standart, taşınabilir falan deyir. Siz buradan taşınabilir, yəni ikinci sırada olanı seçin. Yükləyərkən də kompüterinizin 32 bit və yaxud da 64 bit olub olmadığına diqqət edin burada. Elə buradan ikinci sırada Rufus exe yazılana daxil olacaqsınız. Bu formada bir reklam çıxacaq və avtomatik olaraq görəcəksiniz ki, sağ tərəfdə bunu yükləyir. Mən bunu əvvəldən yükləmişəm deyə biri kompüterdə var. Yenə də yükləmək qaydasını görün deyə bunu göstərdim. Buradan birbaşa çıxaq və gələk proqram başladaq. Baxın, elə buradan Windows axtarışa Rufus yazacağam və proqram məni qarşılayacaq. Bəli, proqramın qurulumunu etdikdən sonra bu formada kiçik bir pəncərə açılacaq. Bizim ayarlarımız buradadır. İndi burada bu formada qalsın. Gəlin digər ayarlarımızı göstərək və hansı əməliyyat sistemini necə yükləmək olar, bunları edək. Daha sonra bunu flash kartımızın yaddaşına yükləyək. Bəli, yenə Google Chrome-a daxil olun və Google axtarışa hansı Windows əməliyyat sistemi versiyasını yükləmək istəyirsinizsə, bunu Google-da axtarış verin. Misal üçün Windows 7, Windows 8.1, Windows 10, Windows 11. Bunları düzgün şəkildə sistem göstəricilərinizə uyğun axtarış verin. Misal üçün Windows 11 Pro 64 bit yüklə. Bu şəkildə yazırsınız. Baxın, gördüyünüz kimi Windows 11 Pro 64 bit yüklə yazmışam. ISO fayl da yaza bilərsiniz. Yəni ISO faylı yükləyirik biz burada. Az öncə qeyd etdiyim kimi flash karta yüklənirsə bu ISO faylı sayılır. Buradan yenə daxil axtarış verib daxil olduğunuzda ən üstdə çıxan Microsoftun öz saytı olacaq həmişəki kimi. Siz də mütləq diqqət edin ki, Microsoftun öz saytından indirin ki, virus falan olmasın. Gördüyünüz kimi Microsoftun öz saytına daxil olduq. Burada bizi Windows versiyaları qarşılayır. Siz buradan ən aşağılara düşəcəksiniz. Baxın, gördüyünüz kimi ISO faylı falan deyir burada. Bu bölümün üst tərəfində isə yükləməyi seçin deyir. Siz buradan elə burada Windows 11 64 bit falan yazır. Bunu seçəcəksiniz. Daha sonra şimdi indir yazılır. Bu bölümü seçdikdən sonra bir-iki dəyişikliklər edir və bunu sizin üçün hazır edir. Baxın, gördüyünüz kimi gəldi. Ürünün, yəni məhsulun dilini seçin deyir. Buradan dili seçirsiniz. Azərbaycan dili varsa onu seçin. Mən əsasən türkcə istifadə edirəm. Çünki bütün yazılar tam şəkildə çevrili gəlir. Azərbaycan dilində bəzi yazılar ingiliscə gələ bilər, çətinlik çəkə bilərsiniz. Ona görə də ən keyfiyyətlisi türkcədir. Bəli, onaylamaq dedikdən sonra avtomatik olaraq burada bizi qarşılayacaq. Baxın, 64 bit download deyir. Yəni bunun üstünə vurduğumuzda avtomatik yükləməyə başlayacaq. Baxın, gördüyünüz kimi burada yükləyir. Mən də bunu da əvvəldən yükləmişəm deyə yükləməyimə ehtiyac yoxdur. Baxın, bu formada fayl olacaq. Açmaq falan istəsəz açılmayacaq. Yəni açmağa da heç ümumiyyətlə çalışmayın. Çünki bunu biz Rufus vasitəsilə açacağıq. Gəlin elə sürətli şəkildə keçək o ayarlarımıza. Bəli, az öncə göstərdiyim kimi bu formada bir flash kartınız olmalı. Videomuzun əvvəlində mən bunu göstərdim. Bu flash kartın 4 və ya 8 GB yaddaşı olmalıdır ən azından. Bunu elə birbaşa kompüterə taxıb daha sonra buradan konfiqurasiya edəcəyik. Gəlin elə sürətli şəkildə bunu göstərim. Bəli, flash kartı kompüterə taxdıqdan sonra aşağı bildirişi də düşdü. Bildiriş düşdükdən sonra elə birbaşa burada Rufus proqramında flash kartı özü seçəcəkdir. Yəni burada gigabayt nə qədərdirsə o yazılacaq. Baxın, məndə də gəldi. Daha sonra buradan seç bölümü var ikinci sırada. Bu seç bölümündən biz az öncə Google Chrome-dan yüklədiyimiz Windows versiyasını tapıb seçməliyik. Məndə indirilənlər bölümünə düşdü. Baxın, gördüyünüz kimi indirilənlər yazılır və az öncəki bu fayldır. Bu Windows faylımızdır. Bunu seçib Enter düyməsinə klik edirsiniz və gördüyünüz kimi burada seçim elədi. Daha sonra üçüncü sıra bizim ən vacib hissə buradır. Disk bölüm düzəni GPT olaraq seçildir və üstündə isə MBR var. Gəlin bunun nə olduğunu qısaca sizə deyim. Öz kompüterinizə uyğun bunu düzgün şəkildə seçin. Bəli, əgər kompüterinizin ana kartında UEFI özəlliyi, yəni UEFI funksiyası varsa, burada GPT seçməlisiniz. Yox, UEFI funksiyası yoxdursa, MBR olaraq seçmənizi tövsiyə edirəm. İndi deyəcəksiniz ki, UEFI özəlliyi nədir? Buna biz necə baxa bilərik və bunu necə öyrənə bilərik? Gəlin elə bunu göstərim mən sizə. Daha sonra digər ayarlarımıza keçək. Bəli, klaviaturada Windows-a R düyməsinə eyni anda klik etdiyimizdə çalışdır. Yəni başlat bölümü açılır burada. Bu bölümə ekrana yazdığım bu sözü yazın və Enter düyməsinə klik edin. Avtomatik olaraq ana kartımız, prosesorumuz, ümumiyyətlə kompüter
kompüterimiz haqqında məlumatlar çıxacaq burada. Burada bizdə anakart bölümünün qarşısında UEFI olaraq yazılacaq. Yəni BIOS modu UEFI. Bu söz yazılıbsa bilin ki, sizin anakartınız UEFI özəlliyini dəstəkləyir. Yox, burada başqa bir şey yazırsa mütləq buna diqqət edin və burada seçim edərkən GPT-yi yox, MBR-yi seçin. Yəni UEFI özəlliyi olanlar mütləq GPT özəlliyini seçsin. Bəli, bundan başqa heç bir şeyə ehtiyac yoxdur. Aşağıdan başlat düyməsinə klik edin və buradan OK düyməsinə klik edin. Səliqəli şəkildə özü yükləməyə başlayacaq. Burada indi başlasın. Baxın, gördüyünüz kimi belə bir xəta da gələ bilər. Buradan da elə tamam düyməsinə klik edin. Özü başlayacaq. Az öncəki Windows faylımızı avtomatik olaraq flash kartımızın yaddaşına yükləməyə başlayacaq. Yəni biz bunu kompüterə yükləmək üçün flash kart hazırlayırıq. Bunu özü sistem hazır edəcək. Yəni Rufus burada bizim bu işimizə yarayır. Bəli, bu arxa planda yükləmə edərkən mən burada sizə bir şey göstərim. Bildiyiniz kimi kanalımızda bu formada faydalı, maraqlı videolarımız var və bunun kimi faydalı videolarımızın da davamı gələcək inşallah. Kanalımızın inkişafına dəstək olmaq istəyirsinizsə aşağıdan kanalımıza abunə olub videomuza like atın. Bir də bildiriş zəncini də aktiv edin ki, belə videolar atdığımızda öncədən xəbər tutasınız. Yəni bizlərə dəstək olmaq, kanalımızın inkişafına kömək olmaq istəyirsinizsə az öncə qeyd etdiklərimizi edə bilərsiniz. Və bu videomuz 2 bölümdən ibarət olacaq. Yəni birinci bu videomuzda format üçün flash kart necə hazırlanır onu göstərirəm. Bundan sonraki videomuzda isə inşallah kompüterdə Windows'u necə yükləmək olar və bunu hard diskimizin və yaxud da SSD-imizin yaddaşına necə ötürmək olar onu ətraflı şəkildə göstərəcəm. Yəni onun üçün də kanalımıza abunə olmağınızı tövsiyə edirəm. Bəli, gördüyünüz kimi Rufus proqramı bizim Windows versiyamızı yüklədi. Buradan heç başlat düyməsinə klik etməyə ehtiyac yoxdur. Elə kapat düyməsinə klik edin. Daha sonra burada fayllar bölümünü aktiv edin. Burada flash kartınıza baxın, görün. Yükləmə tam hazırdır, yoxsa yox. Burada flash karta baxdığınızda görəcəksiniz ki, yaddaşı doludur və flash kartın adı dəyişilib. Burada flash kartın adı ISO olaraq dəyişdiriləcək. Üstünə klik etdiyinizdə bu formada fayllar olmalıdır. Setup faylı, boot faylı falan olmalıdır. Bunlar əgər bunun içində bu formada varsa, deməli hazırdır. Yükləmə tamamlanıb. Problemsiz şəkildə yükləmisinizsə, Windows düzgün yüklənib yerləşdirilibsə, rahat bir şəkildə açacaqdır. Və az öncə də qeyd etdiyimiz kimi bu video 2 bölümdən ibarət olacaq. Yəni mən bunun hamısını bir yerdə göstərsəydim, 1 saat falan gərək bu formada video çəkərdim. Bu da biraz çətin məsələdir. Ona görə bundan sonraki videomuzu izləməyinizi tövsiyə edirəm. Əgər o videonu çəkmişəmsə, yayınlanıbsa, hal-hazırda sağ üstdə çıxdı. İkinci hissəni izləyərək kompüteriniza Windows'u yükləyə bilərsiniz. Və hal-hazırda ekranda gördüyünüz kimi kommentlər var. Bu kommentlərin, yorumların ekranda olma səbəbi odur ki, keçən videomda bir açar söz demişdim. İzləyicilərimiz də həmin açar sözü aşağı yazmışdılar. Mən də o kommentləri hal-hazırda ekranda paylaşıram. Bundan sonraki videoda sizin kommentlərinizin ekranda çıxmasını istəyirsinizsə, aşağı Windows 10 yazın. Windows 10 yazsaz, bundan sonraki videoda sizin şərhlərinizi paylaşacağam. Kanalımızda da bunun kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq videolarımız var. Daxil olub baxa bilərsiniz və mənə dəstək olmaq istəyirsinizsə, az öncə qeyd etdiyim kimi aşağıdan kanalımıza abunə olub videomuza like atın. Bir də bildiriş zəncini də aktiv edin ki, belə videolar atdığımızda öncədən xəbər tutasınız. Gələcək videolarımızda görüşərik. Sağ olun, salamat qalın.